Mənim kitabın əvvəlində bir monoloqum var idi. Haqqında yeməyimi çox bəyənirəm. Mən orada deyirəm ki, yəni sən orada da yazmışsan ki, insanın ən böyük cəzası düşünməkdir. Qaça bilmədiyi və ömrünün sonuna qədər tək davam edən cəza budur. Əslində baxanda sən də bu kitaba başlayanda fikirləşirdin ki, nətər qaçın bu düşüncələrdə. Bu səfər o mənasız klasik kitablarından fərqli olaraq maraqlı bir iş ortaya çıxartmaq istədiyin güya. Amma sən bunu oxucuya deməsən də fikirləşirsən ki, mən sənin özünəm. Bu kitab da sənin avtobioqrafiyandır. İllər sonra hansısa normallar bu kitabı oxuyandan sonra sənə dahi deyəcəklər. Fyodor Mixailovich Dostoyevski, Aleksandr Sergeyevich Pushkin, Lev Nikolayevich Tolstoy və sən. Al səndən dahi olar.